Salam aleykum değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsi bağ evlərindən sizləri salamlayıram. Değerli dostlarım, değerli izleyicilerim. Gördüğünüz kimi qiyməti 128 min Azərbaycan manatına 7 sotun içində 4 otaqlı, tam təmirli, bağı, bağçası mükəmməl olan, növbə-növ ağacları olan gözəl bir həyət evimizin çəkilişindəyik. Dostlar, gəlin bura. Evimizin ilk istəyirəm inşallah həyətindən tanış olaq. Ondan sonra daxil olacağım evimizin iç hissəsinə. Burada bizim avatar ağacımız mövcuddur dostlar. Bir dənə baxın hələ bu avatar ağacına. Gördüyünüz kimi çox gözəl güllər, çiçəklər, xar tutlarımız var dostlar burada. Xar tut deyirlər buna. Qalın. Bunları qayçı ilə qırırlar. Yəni ki, əllə qırılası deyil. Həyətdəki ot deyil. Təmiz bildiyiniz hər yeri nanədir. Hər yer akıb gedib də nanələrlə doludur dostlar. Həyətində növbə-növ ağaclar, növbə-növ çiçəklər, növbə-növ güllər, heyva ağacı. Bir dənə Ayşin xanım zəhmət olmasa bu tutun bir dənəsini elə belə qırım qoy izləyicilərimiz görsün. Bəh. Baxın. Dərmandır, dərman. Birbaşa ürəyin dərmanıdır dostlar. Ürəyin dərmanıdır. Ürək dərmanı. Gəlin bura. Dostlar, həyəti bazası böyükdür. Yəni gəz həyəti qurtarmaz. Ətraflı göstərir Ayşin xanım sizə. Mən burada bir-iki dənə şeylər var idi. Onları axtarıram, tapamıram. Amma olsun. Gəlin bura. Keçək digər hissəni göstərək. Zəhmət olmasa Ayşin xanım. Bir dənə bağlı buradan belə fırlanaq. Keçirəm inşallah evin özünü göstərəm. İzləyicilərimiz tam ətraflı məlumat toplatırlar. 7 sotdur. Bax. Heç bu bağı and ola Allaha ki dostlar. Sizə bir söz deyil. Gəzmək olmur. Gördüyünüz kimi bağın hər yeri rəsmən meşədir. Gəlin Ayşin xanım, qoy biləyim tutun buranı. Hə, gəlin. Aha. Rəsmən bildiyiniz bağ deyil, meşədir. Açıq yer axtarıram ki, açıq yerdən bir yerə keçəm. Gəlin buradan. Ya Allah'ın adı. Əyilib gəlirəm daha bağı. Bildiyiniz əyilib gəzirəm. Ya Allah, buradan gəlin. Ben size yollar göstərim. Ayşin xanım gələ bilmir hal-hazırda. Bəli. Buna bax hələ Ayşin xanım. Buna baxın, göstərin, izləyicilərimiz görsün. Hələ bura, bir dəqiqə. Bəh. Görün nələr var, nələrin altından keçirik. Ev çəngəlliyə girmişik. Ayşin xanım ilişə gedir dostlar. Bütün hər yeri. Can oldu ayrılışan. Sen ne diyeyim? Bağ evi dedim belə olmalıdır Ayşin xanım. Elə maraq da bundan ibarətdir. Dostlar, mükəmməl, gözəl bağ evi. 7 sotun içində. Qoyun bir dəqiqə mən fırlanım buralardan. Ya Allah, elə əncil ağacı var ki burada. Daha göyün üzünə kimi qalxıbdır. Zəhmət olmasa siz də salamlayın izləyicilərimizi. Ben salamlayıram. Ellerim bütün kan oldu. Tikanlara battı. Bax. Böyle fırlanırsınız bağı tikanların içine. Tikan yoxdur axı burada. Prosto siz orada ot var idi. Yəqin onlara ilişdiniz. Gel. Değerli izləyicilər, güllər, çiçəklər burada bax öz rəsmən sözünü deyir. İnşallah buradan çıxırıq. Keçirik evin həyat hissəsinə. Məcburəm əylə gəldim. Bir dənə Ayşin xanım onu verin mənə. Buyurun şimdi. Qoy izləyicilərə bir dənə burada şey göstərim. Gilasları göstərim bir dənə. Bəh. Baxın dostlar. Gilaslara baxın. Hamısı bir mirvari dənələrdir. Qızıl güllərin burada ətri rəsmən hər yeri bürüyübdür. Da meyvə ağacları, güllər, çiçəklər, hər şey, nanələr, hamısının qoxusu buraları tutubdur. Həyət baca, rahat 2 dənə 3 dənə maşın girən həyəti var. Dostlar, baxın hələ. Tam sizə göstərmək istəyirəm. Evdəki ön görünüşüdür. Balkonu zadı hamısını göstərəcəm sizə. Məhləsi gözəl məhlə, çöl sancar qovşağı, əl üz yumağa yeri, bütünlükası, mükəmməl bir ev. Mükəmməl bir ev. Şəxsi tikili, tam qoşadaş. Nə yığdınız deyirsiniz?
Baxın dostlar, 3 faza işıq. 3 faza işıq. Gülləri, çiçəkləri, bağı, bağçası. Yəni gəz bağı qurtarmır. Dostlar, gəz bağı qurtarmır. Ayşə xanım bu arada yaralandı. Kombi yeri, kondisioner yeri. Ondan sonra burada digər tut ağacımız, yenə əncil ağacımız. Değerli izləyicilər, baxın. Çox gözəl bağı, bağçası olan mükəmməl bir ev. Burada evin böyrü hissəsidir. Digər hissəsi. Burada da toyuğu düzəni at. Allah şahidim olsun ki, burada da toyuğa düzüyə yem verməyə ehtiyac yoxdur. Yemə ehtiyac yoxdur dostlar burada. Özü baba soğan, əncil, soğanlara baxın dostlar. Soğan almağa ehtiyac yoxdur. Özü pırtlayır, çıxır. Öz-özünə yetişir, öz-özünə çoxdur deyən bəhrələnir. Bir də təzədən. Bax belə bir həyət evi. Dostlar, buraları gəzirəm ki, siz tam ətraflı görəsiniz. İnşallah keçirəm evin içinə. 6 dəqiqədir ki, bağ gəzirəm, bağ qurtarmır. Ya Allah'ın adı. Bir dənə evin gözəlliyinə baxın. Ön görünüşü, damın vurulmağı, hamısı səliqəli, mükəmməl. İnşallah keçirik evin içinə. Burada da su, artizan suyu var dostlar. Artizan quyusu var bax burada. Deməli, suyu vurursan bağı sulamaq üçün. Necə lazımdır su gedir da, necə lazımdır. 3 faza işıqdır. Hər şey öz qaydasındadır. Tam necə lazımdır. Su bakları, dövlət şirin suyu, qazı, işığı, bütün kommunallar hamısı tam qaydasında. Keçirik inşallah evimizin içinə dostlar. Gəlin keçək evə. Bismillah. Evimiz kürsülüdür. Gördüyünüz kimi kürsü evin içindəndir. Daxil olduqda evimizin belə içinə, koridor sistemli evdir. Ya Allah. Burada belə bir sancar qovşağımız var. Belə bir sancar qovşağımız var. Lampalar alınmalıdır yəqin üstə. Belə bir mətbəximiz var dostlar. Böyük, genişdir, iridir. Otaqlar, mətbəxlər hamısı geniş, iridir. Ayaqqabımızı çıxardaq, ayıb olmasın. Ya Allah'ın adı. Bura mətbəxdir dostlar, gördüyünüz kimi. Çingiz Abdullayev, Allah rəhmət eləsin, kitabıdır. Dostlar, evə söz yox. Ev çox gözəl. Evin zalına girirəm. Böyük, geniş, iri bir zal. Pəncərədən baxırsan, navesti, oturmağa yeri. Belə bax, aha, pəncərəni açırsan adama ləzzət eləyir. Balkonu, əyləş burada, çay verim sizə. Bax, belə bir gözəl ev. Otaqlara keçəcəyik dostlar. Otaqlara, bax, burada bir otağımız var. Görüm işıqlar, buranın işığı yanmır. Burada belə bir otağımız var dostlar. Burada belə bir otağımız var. Sonra burada belə bir otağımız var. Gördüyünüz kimi böyük, geniş, iri spalnidir. Çox səliqəli, hər tərəfdən evə işıq verir. Gördüyünüz kimi çox qəşəng, gözəl bir evdir. Hər tərəf qoşadaş, səliqə, möhkəm, moşnu, dinamik bir evdir da. Yəni dinamik bir ev, bağ evi. Bura gördüyünüz kimi bir otaq, maşallah 2 dənə televizor. Birində ayrı təbiət, birində ayrı təbiət. Baxın. Buradan da baxsan balkon. Aysu xanım. Ne oldu? Nətər oldunuz? Sərin diyor oralar. İnandırım oranın havası birbaşa otağa da vurur. Hələ oradakı izləyicilərimizə kamera arxasından bu ətri hiss elətdirə bilmirik. Həyatda bu da qəşəng gülləri elətdirir. Valla mən nə tər nəfəs aldımsa izləyicilər onu hiss elədilər. Düzdür Eşqin müəllim? Allah canınıza dəyməsin. Eşqin müəllim də çəkir, satışa qoysun. Allah hər kəsin rızqın bərəkətini yetirsin. İçində də biz olmaq şərti ilə. Dəyərli izləyicilər, belə bir evi əldə etmək üçün əlaqə nömrələrimiz səhifədə var. Tam sizlərə geniş, ətraflı göstərdim. Tam səliqə ilə göstərdim. Hamısını bildirdim ki dostlar,
belə bir evi əldən qaçırmayasınız. İnşallah kim gəlib bu evi alsa, Allah xeyrin versin, ruzulu bərəkətli olsun, düşərli olsun. İnşallah gəlin, xeyirləşin. Qiymət 128.000, cüzi indirim olunacaq real alıcıya. Yerində danışmaq lazımdır. İnşallah ki, kim alsa Allah xeyrini görsün. Bu evdə, bu bağda mən sizə deyirəm ki, Allah şahidim olsun ki, hər kim alsa elə xeyrini də görəcək. Bu bağın gəzmək birbaşa dərmandır. Elə gəzmək dərmandır. Merin meyvəsini demirəm hələ. Bu bağda elə gəzməyin özü bir dərmandır. Dostlar, Allah şahidim olsun. Alça ağaclardır və bu da alçalar qalmayıb yeyiblər. Deməli, tutdu, xar tutdu. Bunu bilənlər bilir, xar tut. Nədir? Yalnız bilənlər bilir. Qoy burada bir dənəsi var, görüm qızarıb. Dayan. Ya əbəlfəs, ya Allah. Aha. Dostlar, bu tutu, bu tutu. Ancaq bilənlər bilir. Bu nədir? Bunun beləsini yesin, ələ dəyir, elə bir əldə qandır. Bildiğin kan kimidir. Bəh, 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 bəh. Allah şahidim olsun dostlar. Gəlin alın, xeyrini də tapın. Belə ev bu qiymətə yoxdur. Yəni biz gedirik, çəkirik, villalarda çəkirik, bağ evlərdə çəkirik. Mən belə bol ağacla, ağaclara baxın, öz-özünə bitir, baxın. Öz-özünə ağaclar bitir. Belə bağ evi mən hələ görməmişdim. Elə bu əncil ağacının altında burada oturub, dincəlib istirahət eləmək nə edirsəz deyər dostlar. Hər kəsin Allah xeyrin versin. İçində də biz olmaq şərti ilə. Gəlin, bu evi əldə eləyin. Xeyirli uğurlu olsun inşallah.